artık xanım olduğunuzu yaddan çıxarın. Tamam mı? Bir kız gibi ay dırnağım cızıldı falan davranmayın. Elə ki işe geldi, sizin karyeranızdır. Müəyyən bir şirket sizə gözəl bir mühendis maaşı verir. Siz de bunun hakkını verməlisiniz. Hakkını vermək nədir? Workshopda sen mühendissən, kız değilsən. Yani mən saçımı kəstir demirəm, amma saçı yığacaqsan, kaskanın altına taxacaqsan. Tamam mı? Dırnağın uzun olmalıdır. Ay elə eləyim ki, ora bütün günü sən qrizlə, fluidlə işləyəcəksən. Sən hansı dırnaqdan danışırsan? Orada salam xoş gəlmişsin. Hansı dırnaqdan danışa bilərsin? Tamam mı? Gözəllik nə olacaq? İşdən sonra. Tamam mı? Sən artıq səhər işə gələndə makyaj eləmək belə sənin gözünə duracaq. Yəni kimi yəni bizimkilərin yanına gediləndə yəni nə var burada, düzdürmü? Amma bütün qalan şeylər saxlayırsınız işdən sonra. Yəni xanımlıq, incəlik, elegantlıq işdən sonra. İşdə mühəndis. Aydındır. Baxırıq bu şəkildə. Bu şəkildə hərdən dediyim kimi mən Azərbaycanda onu görmüşdüm. Qızım, sən dəymə, sən hələ qız uşaqsan, qoy biz sənə fizik işləri görə bilərik. Getdim Rusiya safarinə, mən şok. Heç kimin vezinə deyil. Bəylərin xanımlara əl tutmaq ağlından belə keçmir və xanımların bəylərdən kömək istəmək belə ağlından belə keçmir. Tamam mı? Hamı kollega, hərə işini görür. Tamam mı? Və bu şəkildə görürsünüz, taskı 3 nəfərlik komandaya verirlər. Bu komanda kranla bu texnologiyanı daşıyırlar. Üçü də xanımı. Tamam. Və bu şəkil çəkən pərviz onlara kömək eləməzlər, oturmuşlar şəkil çəkirlər. Ki onların mənim köməklərinə də ehtiyac yox. Gözdə bir şey işlərini görürlər. Həmin gün heyət bölümü elə gətirir ki, 3 xanım bir sastava düşür, problem yoxdur. Mən də mühəndisəm, gedir, rahat işini görür yəni. Aydındır. İndi bir oğlanla siz heç qızlardan soruşan, növbəti zəhmət olmasa, bir xanım gözü ilə, baxın görün, qəşəng qızdır, gözəl qızdır, özünə görə çox gözəl qızdır, düzdürmü? Bu hardadır? İşdən sonra. Saçlarımı gözəl, dırnaqlarım gözəl, makyajım gözəl. İşte bu xanım kimdir? Gördünüz? Kaskanı koydu, əlcəyi taxdı, işini gördü, fiziki işini gördü. İşdən sonra bu. Aydındır. Ona görə işdə, ay mən filan işi görməyeyim, mənim nəyimsə pozular, bu fikir, bu düşüncəni qoyulur kənara. Növbəti zəhmət olması. Və xüsusilə həyat adına da. Təbii ki, siz onlardan biri deyilsiniz. Mənim o cür olan qızlara bir sözüm olur ki, cəmiyyətdə doğuşdan artıq belə fit gözəl qızlar olur. Yəni bədəni fitdir, üzü fitdir, özü gözəldir, hər bir şey model kimi gözəllik verir həyat buna. O qızlar hər zaman həyata qarşı necə davranır? Həyatın mənə borcu var. Niyə? Çünki mən gözələm. Tamam. Sırf gözəl olduğum üçün hər kəsin mənə borcu var. Və o gözəlliklə o qızların ağlından bir işləmək, həyata əziyyət çəkmək, keçirmək xeyr. Nə olmalıdır? Mən ancaq çox imkanlı bir oğlanla ailə həyatı quracam və o oğlan məni necə saxlayacaq. Bu tək qaşım, bu mənim şubam, bu mənim evim, bu mənim maşınım, hər şey. Niyə? Çünki mən gözəl. Tamam mı? Siz gözəl olduğunuz üçün dünyanın sizə borcu yoxdur. Bu yanlış düşüncədir. Sən bu cürə gözəl olsan belə, bu sənin həyatda bu cürə mütəxəssis olmağa mane olmamalıdır. İş sonrası getdin plaja, gözəlsən. Çəkdin, qoydun Instagrama ki, belə gözəl. İşdə gəldin, taxdın kaskanı, geyindin kamerolu, işini görürsən yəni. Və bu gözəl olanda deməməlisən ki, bir dənə varlı oğlan tutuzdurum, onlar mənə baxsın bu həyatda. Xeyr. Həm gözəllik, həm də buranın gözəlliyi olmalıdır. Bax, başda bu olmalıdır yəni. Aydındır, növbəti zəhmət olmasa. Və ustadın çox gözəl bir sözü var. Özünüzü heç vaxt kişilərdən zəif bilməyin. Xüsusilə bu sektorda yəni. Tamam mı?